Qardaban bələdiyyəsində həyata keçirilən infrastruktur layihələri çərçivəsində Martqobi kəndində 2 çoxmənzilli yaşayış binasının fasad və dam örtüklərinin bərpası işləri aparılır. Layihə yerli büdcədən ayrılmış 333.299 lari vəsait hesabına maliyyələşdirilir. Davam edən tikinti prosesi ilə Kırmızı dövlət nümayəndəsi Qardabani meri ilə birlikdə tanış olub. Yerli hakimiyyətin bildirdiyinə görə layihənin məqsədi yaşayış binalarının görünüşünü və mövcud infrastrukturun vəziyyətini yaxşılaşdırmaqdır. Layihəyə 2026-cı ilin may ayında başlanılıb, cari ilin noyabr ayında başa çatdırılması nəzərdə tutulur. Yerli büdcədən ayrılmış vəsait hesabına Qamacova kəndində yerləşən inzibati bina da təmir olunacaq. Layihə başa çatdıqdan sonra kənd sakinləri dövlət xidmətlərindən kənddən çıxmadan yararlana biləcəklər. Biz bugün Qamacova kəndini ziyarət etdik. Burada merin kənd nümayəndəliyi üçün inşa olunan binaya baş çəkdik. Bu bina istifadəyə verildikdə kənd əhalisi kənddən çıxmadan bələdiyyə xidmətlərindən yararlana biləcək. Həm də Martqobi kəndində 2 çoxmənzilli binanın dam örtüyünün çəkilməsi prosesini gördük. Layihə sona çatdıqda binalar çox gözəl görünüşə sahib olacaq. Çoxmənzilli binaların təmirə ehtiyacı var idi. Bu problem Martqob sakinlərini narahat edirdi. Dam örtükləri çəkilməli idi. Yağış yağanda evlərə su damırdı. Beləliklə sakinlərin problemi həll olundu. Bu ərazi çox küləklidir. Azca külək əsər-əsməz elektriklər kəsilirdi. Dam örtükləri yerə düşürdü. Çox təhlükəli vəziyyət yaranırdı. Çox sağ olsunlar, problemimizi görüb həll edirlər. Burada 24 ailədə 20 uşaq böyüyür. Elə mənim 11 nəvəm var. Ərazidə uşaqlar üçün park istəyirik. Nəzərə alsalar minnətdar olarıq. Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti psixotrop dərmanların qanunsuz dövriyyəsi, gəlirlərin leqallaşdırılması və qanunsuz sahibkarlıq fəaliyyəti ilə bağlı geniş miqyaslı cinayət sxemini ifşa edib. Nəticədə mütəşəkkil cinayət qrupunun 17 üzvü saxlanılıb, 3 nəfər axtarışa verilib, 11 fiziki şəxsə isə istintaqla əməkdaşlıq etmələri əsasında ittiham irəli sürülüb. Həmçinin 24 hüquqi şəxs barəsində cinayət təqibi başlanılıb. Araşdırma nəticəsində müəyyən olunub ki, 2018-25-ci illər ərzində fəaliyyət göstərən geniş şəbəkə aptek narkomaniyasının yayılmasına şərait yaradıb. Prosesə idxalçı şirkətlərin rəhbərləri nəzarət edib. Sxemdə Tənzimləmə Agentliyinin keçmiş yüksək vəzifəli şəxsləri də iştirak ediblər. Dərman preparatları sənədlərdə formal olaraq saxta şirkətlərin adına rəsmiləşdirilib. Əslində isə reseptsiz və yüksək qiymət əlavəsi ilə aptek statusu olmayan obyektlərdə satılıb. Qanunsuz ticarət nəticəsində əldə olunan gəlirin həcmi 53,8 milyon larini ötüb. Vəsaitlərin leqallaşdırılması məqsədilə onlar əmək haqqı və dividend formasında rəsmiləşdirilib. Əldə edilən gəlirlə daşınan və daşınmaz əmlak alınıb. Həmin aktivlərə həbs qoyulub. Faktla bağlı istintaq davam edir. Cinayətdə təqsirli bilinən şəxsləri 9 ildən 11 ilədək azadlıqdan məhrum etmə cəzası gözləyir. Dövlət bəyan edir ki, bu cür cinayətlərə qarşı siyasət sərt və prinsipial olacaq. Aptek narkomaniyasının aradan qaldırılması məqsədi ilə intensiv əməliyyat tədbirləri və monitorinqlər davam etdiriləcək. Gürcüstan Daxili İşlər Nazirliyinin patrul polisi əməkdaşları tərəfindən ölkənin 6 regionunda, o cümlədən Kırmızı müxtəlif vaxtlarda keçirilən polis profilaktik tədbirləri nəticəsində odlu silah və döyüş sursatının qanunsuz əldə edilməsi, saxlanılması və daşınması ittihamı ilə 14 nəfər saxlanılıb. Hüquq mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində yaşayış evlərində və yardımçı tikililərində apardığı axtarış zamanı müxtəlif növ odlu silahlar və döyüş sursatlarını maddi sübut kimi götürüblər. Saxlanılan şəxslərdən birindən həmçinin narkotik vasitə də aşkar edilərək götürülüb. Cinayət əməli 7 ilədək azadlıqdan məhrum etmə cəzasını nəzərdə tutur.
Samegrelo Zemosvaneti polis departamentinin əməkdaşları Zugdididə Ukraynanın 2 vətəndaşını saxlayıblar. Onlar xüsusilə külli miqdarda narkotik vasitələrin qanunsuz əldə edilməsi, saxlanılması və satışına şərait yaratmaqda ittiham olunurlar. Aparılan axtarış nəticəsində hüquq mühafizə orqanlarının əməkdaşları təqsirləndirilən şəxslərin üzərində və müvəqqəti yaşadıkları mənzildən maddi sübut kimi 625 bağlamaya qablaşdırılmış narkotik vasitələr götürüblər. Faktla bağlı istintaq davam etdirilir. Cinayətin sübuta yetiriləcəyi təqdirdə təqsirləndirilən şəxsləri 20 ilədək və ya ömürlük azadlıqdan məhrum etmə cəzası gözləyir.